Salam değerli hanımlar, yeni bir trend çıxdı və bizim əməkdaşlar dedi ki, biz də trendə boşluq çəkək. Ümid edirəm ki, doğru diaqnozlar edərəm və heç kim inciməz məndən. Suallar gəlsin. Salonun en romantik. Salonun ən romantik sözsüz ki, Aytən xanımdır. Aytən xanım ən romantik ustamızdır. Ən böyük özəlliyi budur ki, sevgi və sahib çıxır. Bu onun məşhurdur. Salonun en küsüyeni. Ən küsəyəni bu sözsüz ki, Arzu xanımdır. Arzu xanım gəlmiş, keçmiş bizim salonumuzun ən küsəyən xanımıdır. Amma yaxşı küsüdür, pis küsüdür. Sifət eləmirəm əsası. Salonun en ciddi ustası. Bu sözsüz Cavidə xanımdır. Cavidə xanım da ciddi olmağına baxmayaraq, həqiqətən uşaq qəlbi var onun. Salonun en pozitifi. Bu Jalə xanım, dəlli sol ustalarımızdan biri Jalə xanımdır. Jalə xanım həqiqətən normalda çox pozitiv ustadır, amma bəzən biz tutmaq var ki, Allah başına gətirməsin. Salonun en gülmeyen ustası. Salon ən gülməyən ustası bu Ləman xanım. Ləman xanım bizim komandamız yeni qoşuldu. Həqiqətən çox qəşəng xanımdır, amma bir gülmür, ən böyük problem güldürməkdir. Ümid edirəm çox aşağı çıxdınız. Salonun en balaca koloristi. Fatimə xanım çıxsın, Fatimə xanım yeni solkasından, Fərhimdən solkasından kəsibdir. Amma Fatimə xanım bizim dəyərli ustalarımızdan biridir. Bakının en özünden razı ustası. Bu sözsüz Kamal bəydir, yəni bunun qədər özündən razı olub. Bakıda nə ki bizim salonda, Bakıda yoxdur və bu arada yeni filialımızı filial müdürü keçir Yasamalda və bütün Yasamal biləcək ki, bu orada filial müdürüdür. Salonun en tembel ustası. Bu Əli bəy sözsüz ki, beləsi bizə gəlmirdi. Biz bunu yəni qazandığı yarısı cərimələrdədir Əli bəy. Salon nə Əli bəy çox söyə bilər. Tənbəldir, məsuliyyətsizdir, nə bilə belə qoymuşdu bura yoxdur beləsinə. Bakının en sinsi ustası. Bu Latif bəydir, hal-hazırda kameradadır, kameramanımızdır bizim. Yəni o nəsə hesapladı, planladı ki, orada düşdü, kamera arxasında qaldı, önünə qalmadı. Salonumuzun en ciddi güzel olanı. Bu Günay xanımdır. Günay xanım da bizim köhnə əməkdaşlarımızdandır. Həqiqətən çox səlis danışığı var. Günay danışığı çox bəyənirəm. Görmürəm amma sözsüz sənsən bu. Görünür. Görmürəm. Deməli uşaqlar, bu bizim əməkdaşlarımızın çox bir az faizidir. Yəni köhnə əməkdaşlarımız xasiyyətlərinə bələd olduğumuz əməkdaşlardır. Ümid edirəm ofislər inciməz bizdən, zamanla onlardan da inşallah tanıyıb, istəyərim düzgün diaqnoz qoyam. Uşaqlar inciməzdiniz ki? Her şeyden var. Bəli. Həqiqətən Bakının ən gözəl kollektivi, ən yaxşı ustalar, ən qəşəng qızları bizdədirlər. Salonun Nəyə vermədiniz? Baxın, videodan çək, qutardım 5 dəqiqədə arzulam küsür bir şey göstər, baxın buradadır. Həqiqətən küsür, niyə küsür bilmirik hələ? Nə xoş verirəm? Küsməyə gəlir, Bayısa, küsməyə.